Salam aleykum. Etanol karbon 2 H5OH-dır. Bunu qısaldıram karbon 2 H6O yazıram. Buradan mən suyu çıxanda bu zaman karbon qalır. Hidrogen altdan 2 çıxanda 4 eləyir. Oksigenlər ixtisar gedir və etilen alınır. Bu suyun çıxmasıdır. Bu dehidratlaşmadır. İndi aşağıdakı məsələni nəzərdən keçirdək. Metan üstə gəl 2O2 əmələ gəlir karbon dioksid üstə gəl 2 su və 890 kilojoule. Burada deməli artıq bu reaksiyanın istilik effekti 890-dır. Bizə metan əmələ gəlmək üçün soruşub bilmirəm. Üstünə X yazıram, əmsal olsa vurardım. Yəni üstünə yazıram əmələ gəlmək üçün, əmsal olsa vurardım. İndi mənə, bəsit maddəyə baxılmır, CO2 ilə suyun əmələ gəlmək stili lazımdır. Bu zaman CO2 burada əmələ gəlibdir. Və o demək deyil, mən harada maddə əmələ gəlibsə, mən oradan əmələ gəlməsini tapacam. Xeyr. Mütləq həmin əmələ gələn bəsitlərdən alınmalıdır. Burada da bəsitlərdən alım. Ona görə mən istilik effektini o halda əmələ gələnin əmsalına böləcəm. Əmələ gəlməz eləyəcək. Yazıram CO2-nin üstünə əmsal olsa vurardım. Burada əmsal olsa vurardım. Suyun parçalanma reaksiyası mənfi 572 kilojoldur. Onda suyun alınma reaksiyası müsbət 572-dir. Yəni belə yazaq 2H2 üstə gəl O2 əmələ gəlir 2H2O 572. Bu da bəsitlərdən alınıb. Ona görə mən burada da çox rahatlıqla istilik effektini əmələ gələn əmsalına böləcəm. Suyun əmələ gəlməsi 286 olacaq. Burada da qarşısında 2 olduğuna görə vuracam. Və bu zaman istilik effekti bərabər sağdakıların cəmi, yəni 390 üstə gəl 572 çıx. Deməli soldakı. Bu zaman deməli 390-ın üstünə 572 gəlib, ondan 890 çıxanda doğru cavab burada 72 eləyəcək. Növbəti sualı nəzərdən keçirdək. Deməli NH3 oksigenlə reaksiya daxil olanda buradan N2 ilə su da alına bilər. NO ilə su da alına bilər. Sadəcə burada X-in yerinə biz N2 yazsaq, N2 oksigenlə NO verir. NO-nun natrium OH ilə reaksiyası yoxdur. Ona görə bir mənalı şəkildə bu NO-dur, bu da H2O-dur. Amoniakın katatik oksidaşmasını tərənnüm eləyir. Burada Y-in altından su yazacağım və NO oksigenlə verəcəkdir azot dioksid. Azot dioksidlə natrium hidroksidlə əmələ gətirəcək natrium nitrat. T natrium nitratdır. K natrium nitritdir. Həqiqətən də natrium nitrat parçalananda natrium nitritlə oksigen verir. Biz öyrəndik ki, burada X NO-dur, Y sudur, Z NO2-dir. Eyni zamanda T natrium nitratdır. K da deməli burada natrium nitritdir. Və bu da bizə deyir ki, hansı maddədə nitrat turşusu almaq olar. Təbii ki, NO2 su ilə reaksiya daxil olanda ilıqda HNO3, HNO2, qaynarda HNO3, NO alınır. Ona görə doğru cavab burada Y ilə Z olacaq.